Başın sağ olsun, ne başın sağ olsun, çıksın bana cevap versin. Bütün sahiller tabim, hamısı işte benim kardeşimin balası burada öldürdü, hekimler öldürdü. Ölü bey, ölü ne koma. Akşamdan ölü bey, o yalandan değil. Sistemin ahırında 2 tane iğne vurdular içine. O sistemin içine vurandan sonra şu komaya düştü. Sumqayıtda faciə baş verib. Hadisə 2 nömrəli doğum evində qeyd alınıb. Belə ki, 27 yaşlı Zərifə Əliyeva 2 körpə uşaq anasıdır və 3-cü hamiləliyi ilə xəstəxanaya gətirilib. Yaxınların verdiyi məlumata görə hamiləlik dövründə vəziyyəti yaxşı olsa da, ancaq xəstəxanaya gətirildikdən sonra həkimlərin səhlənkarlığı səbəbindən məhz komaya düşüb və dünyasını dəyişib. Hazırda yaxınları fəryad edir və bu məsələnin dəqiq baş vermə səbəblərinin araşdırılmasını tələb edirlər. Məlumata görə 2 az yaşlı uşaq anası olan Zərifə Əliyeva özünü qəfil pis hiss etdiyi üçün yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlərin ilkin müayinəsi zamanı onun 8 həftəlik əkiz hamilə olduğu müəyyən edilib. Qadının vəziyyətinin stabil olmadığı bildirildiyindən tibbi qərar əsasında abort həyata keçirilib. Yaxınların iddialarına görə məhz bundan sonra qadının vəziyyəti kəskin şəkildə ağırlaşıb. Onların sözlərinə görə əsasən həkimlər tərəfindən vurulan iynədən sonra qadın komaya düşüb. Hadisənin gedişində ailə üzvlərinə qadının real durumu barədə dolğun məlumat verilmədiyi üçün ölüm faktının bir müddət gizlədildiyi iddia olunur. Ətraflı danışdırır, nə baş verir, necədir, nə oldu, nə vaxt etmişsiniz bura? Duran tezdi. Yatdı, yaxşıydı istedi. Qarnı gedirdi, bir de kusurdu. Sistemimize de elədilər. Sonra akşam saat 4 idi, gətirə sistemi qoşdular. Sistemin axırında 2 tane iğne vurdular içine. O sistemin içine vurandan sonra şu komaya düştü. Qapqara qaraldı, boğuldu. Apardılar yuxarıda da bir dəfə də keçirir. Bütün sahiller tabim, hamısı işte benim kardeşimin balası burada öldürdü, hekimler öldürdü. Hekimin de oğlu öldürdü, benim kardeşimin körpe balası. Ay Allah sana kurban olun, bu yaşını başımıza. Ay Allah, Allah ya. Derman içir bakar. Ay Allah, ay Allah. Ay Allah, kardeşimin balasını bak burada öldürdü. Qadının yaxınları bildirirlər ki, xəstəxana rəhbərliyi və tibbi personal əvvəlcə onların vəziyyətinin ciddiliyindən xəbərdar etməyib. Yalnız daha sonra başınız sağ olsun deyərək ölüm xəbərini veriblər. Ailə baş verənlərdə həkim səhlənkarlığının olduğunu düşünür və xüsusilə səhv iynə vurulması ehtimalını irəli sürürlər. Başın sağ olsun, ne başın sağ olsun, çıksın bana cevap versin.